Paylanma funksiyası, sıxlıq funksiyası və sıxlıq funksiyası verildikdə riyazi gözləmənin tapılması, dispersiyasının tapılmasına aid olan sual tiplərini izah edək. Məsələn, bu sualda 279 nömrəli sualdır. Bu sualda paylanma funksiyası verilib. Bu paylanma funksiyası bizdən sıxlıq funksiyası soruşulur. Sıxlıq funksiyası nəyə bərabərdir? Paylanma funksiyasının teoreməsinə. Və tapaq. Sıfırın teoreməsi sıfıra bərabərdir. X sıfırdan kiçik olanda sıfır olduq. 1-in teoreməsi o da sıfıra bərabərdir. X 1-dən böyük olanda da deməli sıxlıq funksiyası sıfıra bərabər oldu. X-in teoreməsi isə 1-dir. X deməli 1 ilə 0 arasında olanda cavab 1 oldu. Yazılışı bu qayda ilə də görə bilərik. Belə bir yazılış da verə bilərlər. Amma burada ümumiləşdirilmiş cavab var. Burada deməli biz alırıq ki, sıxlıq funksiyası bərabərdir 1-ə, əgər x daxildirsə 0,1 parçasına. Bərabərdir 0-a, əgər x daxil deyilsə 0,1 parçasına. Bu ümumiləşmiş variantdır, yəni aydın məsələdir. 0-dan kiçik, 1-dən böyükçü, deməli 0,1 parçasına daxil deyil. Baxın, cavab bu şəkildədir. Sonraki sual. Müntəzəm paylanma. Müntəzəm paylanmanın sıxlıq funksiyası nəyə bərabərdir? Bərabərdir. Əslində bu sualda mənə sıxlıq funksiyası lazım deyil. Mən elə birbaşa riyazi gözləməyi yaza bilərəm. Gəlin yazım, elə birbaşa riyazi gözləməyi yazım. Mx müntəzəm paylanma AB parçasıdır bu. AB parçasında riyazi gözləmə A plus B bölü 2-yə bərabərdir. Çox sadə bir şeydir. Deməli 2 və 8-i toplayaq, yarı bölək. Bu eləsin 5. Bu nədir? Bu mx-dir. X-in riyazi gözləməsidir. 10 və 16-ını toplayaq, yarı bölək. O da eləsin 13. O isə my-dir. Və riyazi gözləmənin xassəsinə əsasən 2-yə vurmaq lazımdırsa 2-yə vururuq. Hasilin riyazi gözləməsi riyazi gözləmələrin hasilidir. 5 vuraq 13. Bu da oldu. 130 düzgün cavab aldıq. Eyni qayda ilə 2-4 intervalında riyazi gözləmə topladıq, yarı böldük, 3 elədi. Və üstünə 2 gəlmək lazımdırsa biz də üstünə 2 gəlməliyik. 5 düzgün cavab. Yenə 2-4 parçasında, amma bu dəfə dispersiya soruşur. Dispersiyanın düsturunu verək. Müntəzəm paylanmanın dispersiyası b çıx a kvadrat böl 12-yə bərabərdir. Mühazirə materiallarınızda onun alınması hissəsi var. 4-dən 2-ni çıxıb kvadrata yüksəldək və bölək 12-yə. 4 bölək 12 bərabər oldu 3-də 1. İndi xassəni tətbiq edək. Bərabərdir. Biz axtardığımız nədir? Biz demişdik ki, əmsalı kvadratı ilə çölə çıxardırıq. 2-nin kvadratı və dx, yəni aldığınız 3-də 1. Sabitin isə dispersiyası 0-dır. Deməli, sadəcə bunu hesablamaq bizə bəsdir. O da eləyir 3-də 4. Bu qədər. Və müntəzəm paylanmada əgər dispersiya b çıx a kvadrat böl 12 olurdusa, onda bu orta kvadratik meyldir, sigma x. Orta kvadratik meyl nəyə bərabərdir? Kök altda dispersiya. Və düstura əsasında b çıx a 12-dən də nə çıxar? 2 kök 3. Yəni əslində belə bir şey olmalıdır. Hazır düsturla da verə bilərdim. 4 çıx 0 bölək 2 kök 3. Orada da 2-lər ixtisarı getsə 2 böl kök 3 qalır cavabınızda. Yenə də 2 6 parçasına topladıq 8, yarıya böldük. A plus b bölü 2 4 elədi. Mx-də sabitin riyazi gözləməsi sabit olduğuna görə M4 elə 4-ə bərabər olur. AB parçasına baxın, bu artıq düsturdur. B çıx a bölü 2 kök 3. Bunu yazdım. Dispersiyanı soruşdu. B çıx a kvadrat bölü 12. Riyazi gözləməni soruşsa A plus B bölək 2 hazır düsturlarınız. Bu tipli sualın bunun üzərində dayanıram və bunu özünü izah edirəm və bundan sual çoxdur. İkisini də lap izah edərəm, amma düşünmürəm ki, axıra qədər hamısını izah etməyə ehtiyac var. Baxaq, nə etməliyik? Biz artıq dispersiyanın qaydasını bilirik ki, dispersiya bərabərdir mx kvadratı çıxılsın mx-in kvadratı. Və sizə burada mx özü verilib, deməli mx kvadratını tapmalıyıq. Sıxlıq funksiyası veriləndə riyazi gözləmə necə tapılır? Xüsusən də mx kvadratı, yəni dispersiyanı tapmaq üçün bizə lazım olan
mx kvadratı necə tapacağıq? Qaydaya əsasən yazıram integral. A-dan B-yə, yəni sərhədləri yazmalıyım. Hal-hazırda sərhədlərim 0-dan 1-ə qədərdir. Nə burada soruşulursa onu yazıram. X-in kvadratı vurulsun fx. Fx dx, yəni bu qayda ilə yazmalıyam. 0-dan 1-ə x kvadrat vuraq. Fx-iniz 3x kvadratdır və dx, yəni diferensialınız. Bərabər ardına aparaq. Bu nə verir bizə? İntegralda bu verir bizə 3x üstü 4 dx. Sərhədlər yenə 0-dan 1-ə müəyyən integraldır. İbtidai funksiyasını alaq. 3 əmsaldı bizə mane olmur olduğu kimi çıxır. X üstü n'in ibtidai funksiyası x üstü n plus 1 bölək n plus 1 düsturuna əsasən 4-dürsə, teorem alanda 4 olubsa, deməli bu əvvəl 5 idi də. X üstü 5 bölək 5. Sərhədləri də 0-dan 1-ə qədər. Üstəki sərhədi yerinə yazmalıyam. Üstəki sərhədi yerinə yazanda elə 3-də 5-də 3 eləyər. Aşağıdakı sərhədi isə yerinə yazsam 0. Çıx 0, deməli cavab qaldı 5-də 3. Və bunu indi burada bu dispersiyada nəzərə alaq. Bərabərdir. Nə almışıq? 5-də 3. Yazdım bura 5-də 3. Çıxaq. Mx-i bizə vermişdi. Bunu kəsrə çevirsəm daha yaxşı olar. 4-də 3 deyərəm buna. 4-də 3-ün də kvadratı 16-da 9 eləyər. Ortaq məxrəc də gətirim. 5-dən 16-ya 80 olar ortaq məxrəc. Və 16 vur 3, 48 çıxaq. 45 qaldı. 80-də 3. 80-də 3. Bu da bizim doğru cavabımız. Hayda. Niyə belə eləyir? Oldu, düz oldu. Hə, yaxşı. Getdik, davam eləyək. Bəlkə bir dənə... bu başqa sualdır. Bu başqa sualdır. Bunu da nümunə kimi izah edirəm. Nə etmək lazımdır? X-in 1-2 aralığında ehtimalı tapılması bu bərabərdir düstura əsasən. Son qiymət F2 çıxılsın. Başlanğıc qiymət F1. F1 çıx F-a olmalıydı, yəni ki. Baxaq görək, F2, X2 olanda hansı aralığa düşür? 0-3-ə daxildir. Deməli, funksiya özünü bu şəkildə göstərir. Amma burada mən ibtidai funksiya almalıyam. Yox, burada yerinə qoya bilmərəm. İbtidai funksiya almalıyam burada. Ona görə də ibtidai funksiya alım. Bu sıxlıq funksiyasıdır. Mən bu paylama funksiyasını əvvəlcə tapmalıyam. Paylama funksiyası nəyə bərabərdir? Fx dx-a. O da bərabərdir. Yerinə qaytaraq. 9-da 2 çıxar onsuz əmsal kimi. 3x çıxaq x-in kvadratı dx. O da bərabərdir. Bərabərdir nəyə? 9-da 2 yenə qalsın öz yerində. 3x nəyə teoreməsi 3x-dir? 3x kvadrat bölü 2-nin nəyə teoreməsi x kvadratdır? X kubu bölək 3-ün budur. İbtidai funksiyamızı aldıq. Yəni böyük f(x)-i təyin etdik. İndi mən bunu gətirim, burada yerinə yazım. 2-ni burada nəzərə almalıyam. Burada bu hissədə 2-ni nəzərə almalıyam və nəzərə alım. 9-da 2 yenə gəlsin əvvələ. Əmsal bizə mane olmur. 2 yerinə yazsam, 2-nin kvadratı 4. 3-ü 4-ə 12, 12-nin də yarısı 6. Çıxaq, burada isə 2-nin kubu 8 bölək 3. Çıxaq. F1 hara düşür? Elə F1 də bu parçaya düşdüyünə görə F1-i də burada nəzərə almalıyam. Nəzərə alım yenə. 9-da 2, 1-i yerinə yazsam, 2-də 3. Çıxaq, 1-i burada da nəzərə alsam, 3-də 1. Bərabər. Hesablayaq, görək buradan nə alırıq. 9-da 2-nin hamısından çıxarım da, nə olar ki? Alıram burada 6, çıxaq 8-də 3-də 8, çıxaq 2-də 3, üstə gələk 3-də 1, belə bir şey alırıq. O da bərabərdir. 9-da 2 vurulsun. Ortaq məxrəc gətirim bunu. Burada neçə var idi? 3 var idi.
3 var idi. 3-də 8 ilə 3-də 1 mənfi 3-də 7 eləyər. 6-ya ortaq məxrəc gətirsəm 36. Çıx 7 idisə 2-yə vurdum 14. Çıxılsın, bunu da 3-ə vurdumsa 9. O da bərabər 36, 14, 9. 14, 9, 23 eləyir. 36-dan da 23 çıxsam 13 qalar. 2 vur 13, 9 vur 6. 6 ilə də bu ixtisar getsə 3 dəfə oldu 27-də 13. İndi səhv olmasın da. Düzdür, düpbədüz cavab. Biraz qarışıq yazdım, səliqəsiz yazdım, amma əsas odur ki, hamısının nəticə düzü aldım. 290-a baxıram, 290. 290-da isə yenə də paylama funksiyası verilib, sıxlıq funksiyası istəyir. Sıxlıq funksiyası paylama funksiyasının törəməsidir. 0-ın törəməsi 0, 1-in törəməsi yenə 0. 2-də 1-in törəməsi yenə 0, üstə gələk. 1 böl pi arcsinus. Bunu test olaraq heç mən bilmirəm tamamlamağa ehtiyacımız nə dərəcədə lazımdır yoxsa yox, amma yenə də yazaq. Arcsinusun teoreməsi 1 çıxılsın x kvadratı idi. Yəni burada alınır x kvadratı bölək 4 və bir də x bölü 2-dən teorem alsam o da 2-də 1 eləyər. Bunu da 2-də 1-in lap yazım yanında. Deməli, əgər x mənfi 2-dən kiçikdirsə və ya x 2-dən böyükdürsə, bu o deməkdir ki, x mənfi 2 müsbət 2 parçasına daxil deyilsə, sıxlıq funksiyası 0-a bərabərdir. Digər halda isə, yəni mənfi 2 müsbət 2 parçasına daxil olanda isə belə bir fayda aldıq. Əgər bu lazımdırsa biz bunu sadələşdirərik, amma baxaq cavablarda görə ehtiyacımız var yoxsa yox. Baxın, burada yanlışlıq nədədir? 0 və 1 yazıb. 0 və 1. 1-ə bərabər deyil, çünki 1-in teoreməsi 0 eləmişdi. Bu düzgün cavab deyil. Amma burada isə hər iki halda 0 verib, biz də 0 almışdıq. Bu daha düzgün cavabdır. Daha düzgün cavabdır. 2-də 1-i burada məxrəcə vurub, onu da sürətə gətirib. 2-də 1-i mən niyə məxrəcdə vurdum? Kəsinlə sürətdə vurmalıydım axı. Düz deyil, burada sürətdə vurmalıydım. 2-də 1-i burada vurmalıydım. Belə vurmalıydım. 2-ni də bunun içinə vuranda eləyər kök altında 4 çıx x kvadrat. Belə bir şey eləyər. Onsuz da mahiyyətsiz bir şeydir. Əsas odur ki, biz cavabı düz almışıq. 0-1 olanlar yox, 0-0 olanlar düzgün cavabdır. 0-0. Yəni, ardıcıllığı əsasiyyatda saxlamaq lazımdır ki, əgər bizə parça verilibsə, parçadan olan hissədə teorem alırıq, parçadan kənar hissədə isə 0-dır. Burada parça verməyib, ümumi halda veribsə, biz də onda ümumi halda deməli teoremə yazmalıyıq. Yəni, sıxlıq funksiyası bərabərdir. Bu funksiyanın teoreməsinə axıra qədər çəkim, axıra qədər teoreməsinə. 2-də 1-in teoreməsi 0, üstə gələk. 1 böl pi əmsaldır, bizə mane olmur, 1 böl pi. Arctangensin teoreməsi 1 bölək 1 üstə gəl x kvadratı idi. Və burada da cavabımız ortaq məxrəc, bu düzgün cavabdır. Sadə şeylərdir, yəni bunlar əslində mürəkkəb şeylər deyil. Burada isə biz yenə də bayaqki sual tipindəndik. Parçanın sonundakı qiymətdən parçanın əvvəldəki qiymətini nə etməliyik? Çıxmalıyıq. Çünki bizə burada paylama funksiyasına verilir. 1-i yerinə yazıram. 1-i yerinə yazsam 2-də 1 üstə gələk 1 bölək pi arctangens 1 olur. Çıxılsın 0-ı yerinə yazsam yenə də 2-də 1 üstə gələk 1 bölək pi arctangens 0 olar. Bərabər. Və tərzanın çanda 2-də 1-lər onsuz da gedir. Arctangens 1 nə deməkdir? Tangens 1-i nə zaman alır? Tangens 1-i pi bölü 4-də alır. Deməli, mən bunun yerinə pi bölü 4 qoyuram. Çıxılsın. Tangens 0-ı nə vaxt alır? 0-da alır. Onu da yerinə yazdım. Pilər ixtisar getdi. Cavabımız qaldı 4-də 1. Bu asan sualdır əslində. Asan sualdır. X 3-dən böyük olarsa, x 3-dən böyük olanda ehtimal nəyə bərabərdir? Ehtimal elə 1-ə bərabərdir. Əgər bu tipli sual varsa, xüsusən də burada mütləq qeyd etməliyəm ki, yazılı imtahan verən tələbələrdən bu suallar olur adətən. A parametrini tapın deyə suallar olur. Necə tapılmalıdır? Sıxlıq funksiyasının xassiyəsini əsasən
Mənfi sonsluqdan müsbət sonsluğa əgər parça versəydi, parçanı yazardım. Fx dx integralda bərabər olmalı 1-ə. Biz bundan istifadə etməliyik və istifadə edək. Mənfi sonsluq, müsbət sonsluqda fx-ınız 2a bölək 1 üstə gələk x kvadrat dx-dir. Bərabər. Bu nəyin teoreməsidir? Bunu bayaq istifadə etdim. Bu ilə arktangensdir. 2a əmsaldır, bizə mane olmur. Və burada alınır arctangens x mənfi sonsluq, müsbət sonsluq. Qeyri-müəyyən integralları həll edəndə, qeyri-müəyyən yox, qeyri-məxsusi integral nədir? Sərhədlərində qeyri-müəyyənlik yazılırsa, bunlar qeyri-məxsusi integrallar adlanırdı və bunları həll edəndə əslində sonsluq da qoya bilərəm, amma daha düzgün yazılış limit yazmaqdır. Bunların yerində limitləri yazmaqdır. Yəni, mən əslində almalıyam 2a, çölə çıxardıram, yazıram limit, x yaxınlaşanda müsbət sonsuzluğa arctangens x, çıxılsın limit, x yaxınlaşanda mənfi sonsuzluğa arctangens x bərabərdir. Əslində belə yazmalıyam. Yenə də 2a qalsın yerində. Arctangens müsbət sonsuzluqda nə alır? Pi böl 2 alır. Mənfi sonsuzluqda nə alır? Mənfi pi böl 2 alır. Və bu zamanda çıxılsın üstə gəl olacaq. Pi böl 2 və bu da bizə pi verir. 2a pi. Nəyə bərabər idi? Xaysəyə əsasən 1-ə. 1. 2a pi 1-ə bərabərdirsə, a da bərabərdir 1 bölək 2 pi-yə. Bu da sizin bu nümunənin tamamlanması. 0-dan %25 və 0-dan %75 intervalda qiymət alması. Bayaqları bunu P şəklində yazılmışdı. Px böyükdür 0-dan %25, kiçikdir 0-dan %75. Yəni, belə də yaza bilərdi. Eyni şeydir, eyni həll qaydası ilə gedirik. F-in %75-də aldığı qiymətdən F-in %25-də aldığı qiymətləri bir-birindən çıxmalıyıq və çıxaq. Hara düşür? Bu 4-də 3-dür. Hara düşür? 0-1 intervalına. Deməli, mən bunu burada nəzərə almalıyam. Və nəzərə alım. Olacaq 4-də 3-ün kvadratı. Çünki funksiya x kvadratı kimi təyin olunmuşdu. Eyni ilə də fikir versək, %25, yəni 4-də 1 də düşür bu aralığa. Onda o da x kvadratı kimi təyin olunub və o da 4-də 1-ə kvadratı kimi təyin olunacaq. 16-da 9-dan 16-da 1 çıxsam, qalar 16-da 8. Onu da ixtisar eləsəm, olar 2-də 1. Cavab oldu 2-də 1. Yenə sıxlıq funksiyası verilir. İbtidai funksiya almalıyıq. İbtidai funksiya alanda diqqət eləyək nəyə? Ümumi formulasını yazaq. Ümumi formulası ondan ibarətdir ki, burada olmalıdır 0. Əgər x 0-dan kiçikdir, aşağıda isə olmalıydı 1. X əgər verilən intervalı aşırsa, pi-ni aşırsa. Və ara hissədə isə x-in pi-dən kiçik, 0-dan böyük hissəsində, yəni bu parçada isə mən bu funksiyadan ibtidai funksiya almalıyam. Sinusun da ibtidai funksiyası nə verir bizə? Nəyin türəməsi sinuslu? Kosinusun. Yəni bu hissədə hələ kosinusu yazmamışdan qabaq lap yazım, onsuz da orada bir əmsal da yaranacaq. Mən orada əslində bu integralı hesaplamalıyam, tamamlamalıyam misalı. Kosinus x-i yazım. Əmsalın yenə deyirəm, mənə hələ ki bunun əmsalı burada önəmli deyil, əmsalı nə verirsə. Amma ümumi formulasını yazıram və testlərə baxıram. 0-0 yazıb, bu səhvdir, bu düzgün cavab deyil. Sadəcə funksiyaların özlərini yazıb, heç bir interval verməyib, bu da səhvdir. Çünki hər zaman buna bərabər deyil ki, burada parçaya daxil olub, daxil olmayan hissəsi olmalıydı. Amma sonuncu cavab isə düzdür. Burada 0 da var, 1 də var. Mən ona görə bunu integral şəklində bir çıx kosinusun hardan alınmasını, yəni yazıb vaxt aparılmasını hesab etmirəm ki, o sizə ehtiyac var. Ona görə də ümumi strukturu biliriksə ki, paylanma funksiyası parçadan aşağı qiymətlərdə 0, parçadan böyük qiymətlərdə 1-ə bərabərdir və parça aralığında isə verilən sıxlıq funksiyasının ibtidai funksiyasına bərabərdir. Biz qaydanı biliriksə, deməli testin öhdəsindən gələ bilərik. 397. Bundan bayaq yazdıq və bundan nümunələr də kifayət qədər var. Lap bir dənə də misal yazım. dx dispersiya axtaramsa, dispersiyanı yazmışdıq ki, mx kvadrat çıxaq, mx-in
kvadratına bərabərdir və mx bizə verilir. Deməli bunu tapmaq lazımdır və tapaq. Elə dalınca aparsam olar da əmələ gəlir. X kvadratı vuraq, fx demişdik bayaq. Ona görə də x bölü 2-ni yerində yerləşdirirəm. Dx sərhədlər də 0-dan 2-yə. Bunun qarşısında mx kvadrat yazım ki, hər dəfə 3-də 4-ün kvadratını çıxmaq yazmayayım. Bərabər həll eləyək. X-in kvadratına vuranda x kub eləyər. 2-də 1 əmsalda çıxartdıq, bizə mane olmurdu. X kubu nəyin törəməsi x kubudur? X üstü 4 bölək 4-ün sərhədlərini də yerinə yazıram 0-dan 2-yə qədər. Və yerinə qoyum. 2 üstü 4 neçə verirdi bizə? 16. 16 bölək 2 vur 4 8 eləyir. 16-da 8-ə 2 dəfə. 0 da yerinə qoysam 0, 2-dən də 0 çıxanda 0. Deməli bunu aldım. 2 aldım. Gətirim burada yerinə yazım. 2 çıxılsın 3-də 4-ün kvadratı, yəni 9-da 16. Ortaq məxrəc gətirsəm 18 eləyər. 9 vur 2, 18. 18-dən 16 çıxsam 2 qalar. 2 bölü 9. Bu da düzgün cavabınız. Bu sual bayaq var idi. 1-dəki qiymətindən 0-dakı qiymətin çıxmalıyam. O da eləyir 1 bölü 4. Bunu almışdım bayaq. X-in 1-dən kiçik qiymətləri hara düşür? Baxın, bu orta hissəyə düşür. Orta hissəyə düşdüyünə görə elə mən yalnız burada bir dənə 1-i burada yoxlayıram. Burada yoxlayıram. 1 bölü 2. Olur cavab. Bir dənə qiymətdir. 1 qiyməti. Bu yenə də parametr soruşulursa bizdən, yenə də mən burada integralı nəzərə almalıyam. Paylama funksiyasının xassəsi mənfi sonsuzluq, müsbət sonsuzluqda a sinus x. Amma bizə burada parça verdiyinə görə mən bunu mənfi sonsuzluq, müsbət sonsuzluq yox, elə parçada yaza bilirəm 0-dan p-yə. Çünki kənar hissələrdə 0-a bərabərdir. Və 0-a bərabər olan qeyri-məxsus integralların elə özündə də cavab 0 alınır. Yəni artıq onun üzərində dayanmağımın mənası yoxdur. Sinus x dx bərabər 1. Bax, bunu istifadə etməliyəm və edim. A çölə çıxır. Nəyin törəməsi sinus x-dır? Mənfi kosinus x-in. Sərhədlərini də yerinə yazım 0-dan pi-yə bərabər. Pi yerinə qoysam kosinus x funksiyası pi-də mənfi 1 alır. Olacaq a vurulsun mənfi 1, o da müsbət 1 eləyir. Çıxılsın kosinus 0-dan alır. Kosinus 0-da isə 1 alır. Olacaq çıxılsın mənfi 1, o da üstə gəl 1 eləyir yenə də. Deməli aldım 2a. 2a bərabər 1. Onda a da oldu 2-də 1. Bu yenə bayaqki sualdandır. 3,5-dəki qiymətindən 2,5-dəki qiymətin çıxmaq lazımdır. X 3,5 olanda funksiya özünü 1-ə bərabər olur, 1 kimi aparır. Çıxılsın 2,5 olanda isə funksiya bu hissədə qiymət alacaq. Ona görə burada nəzər almaq lazımdır. 2,5 çıx 1 böl 2. Budur, tamamlaya bilərsiniz. Eynən burada baxıram. 2,5-dəki qiymətdən 1,5-dəki. 2,5 də bura düşür, 1,5 də bura düşür. Deməli, hər ikisi bu qayda ilə hesablanmalıdır. Çıxılsın 1,5 çıx 1 böl 2. 3,5 və 2,5-dəki qiymətlər. 3,5 böyükdür, 3-dən böyükdür deyə 1-ə bərabərdir. Çıxaq. 2,5 bura düşdüyünə görə 2,5-dən 2 çıxdım, 0,5 kvadrata da yüksəltdim. 25 çıxanda da 75 qaldı. Yenə eyni tip sual. 2,5-dəki qiymətdən 1,5 çıxmaq lazımdır. 1-i çıxmaq lazımdır daha doğrusu. 1-dəki qiymət 0-dır. 2,5-dəki qiymətdə isə özünü burada aparacaq. 2,5-dən də 2 çıxanda 0,5, 0,5-in kvadrata %25. %25-dən də 0 çıxanda 0 qalır. Asan da istəmirəm bunların üzərində çox dayanmaq. Bu misaldan həll etdim əslində. Yəni həll etdim. dx tapmaq lazımdır. Çünki dx-i tapmaq lazımdır. Buradakı dx isə ddx sabit olacaq. Sabitin də dispersiyası 0-dır. Bu hissəsinin önəmi qalmadı. Qaldı bir dənə hissə. Dx ilə bərabərdir mx kvadratı çıxaq. Mx-in kvadratı. Mx sizdə var 1,5-dir. Mx kvadratını da hesablamaq üçün integral həll edəcəyik. X-in kvadratı vurulsun 3-də 1. Yəni fx. dx 0-dan 3-ə qədər. Bunu tamamlayıb yerinə qoymaq olar. Burada nə hesablanmalı? Yəni bu prinsiplərin hamısı eyni gedişatdır.
D3x. Əmsal nə ilə çıxırdı xassəyə əsasən? S kvadrat çıxırdı. Olurdu 3 kvadratı 9. Mx isə sabitdir, ədəddir. Sabitin də dispersiyası 0-dır. Deməli, bu misalda 9dx hesablanmalıdır. Yəni nə? 9 vurulsun mx kvadratı çıxılsın mx-in kvadratı. Mx var, 3-də 2-dir. Mx kvadrat da hesablamaq üçün nə edəcəksiniz? X-in kvadratını vururuq fx-a, yəni 2x-a. 2x dx sərhədləriniz də 0-dan 1-ədir. Tamamlamaq olar. Eynən burada hər birisinə baxaq. Bərabər 3 kvadratı ilə çıxır. Olur 9 dx. 2 isə elə 0-dır. Deməli 9 vuraq. Mx kvadrat çıxaq. Mx-in kvadratı. Mx kvadrat da nəyə bərabərdir? X-in kvadratı vurulur fx-a. 4-də 1 də yazaram. %25 də yazaram. Heç bir fərq etməz. Dx bərabər. Sərhədləriniz isə -1-dən 3-ədir. Aha, burada heç bir dispersiyadan söhbət getmir. Burada sadəcə mx-i tapacaqsınız. Və tapaq. Mx bərabərdir. Mx olanda x-in özü fx-a vurulur. 5x üstü 4 dx. 0-dan 1-ə. Bu eləyir 0-dan 1-ə 5x üstü 5 dx. Nəyin törəməsi x üstü 5-dir? 5 əmsal bizə mane olmur. X üstü 5 isə x üstü 6/6 olacaq. Bir dənə artırırsınız və artırdığınız qüvvət nədirsə onu məxrəcdə yazırsınız 0-dan 1-ə. Yerinə 1 yazsam 6-da 5 eləyər. Yerinə 0 yazsam 0 eləyir. 0-da çıxanda 0. Deməli cavabı aldım 6-da 5. Riyazi gözləmənin ən yaxşı tərəfi odur ki, xassələrdə nə deyilirsə onu da biz edirik. Amma burada x kvadrat da var. Mən burada 2 dənə integral həll etməli idim. Deməli ikincini də həll edim. Həll edim. İkinci inteqralı həll etməliyəm. Hələ ki 1-ni almışam 6-da 5-i. 6-da 5-i də 6-ya vuranda 6 ilə bu gedəcək 5 qalacaq. Hələ ki mənim bir hissəm var. Hələ bir dənə buranı da tapmalıyam. Gəlin tapım. Bəlkə bunun üstünü düzəliş eləyim. Düzəliş eləyə gedim. Burada eləyə bilərəm. Mx kvadrat istəyəndə biz x-in kvadratını fx-a vururuq. X-in kvadratını. X-in kvadratını vuracamsa bu x üstü 6 eləyəcək. X üstü 6-dan da geri gedəcəmsə bu eləyəcək onda x üstü 7 bölək 7. Və bir qiymətini də mən burada yerinə yazanda burada olacaq 7-də 5. Çıxılsın 0 elə 7-də 5 qaldı. Deməli bunu da aldım. Və bunu kvadrata, kvadrata yüksəltmirəm. Sadəcə 35-ə vururam. Çünki 35-ə vur deyilir. 35-ə də vuranda 35-dən 7 ixtisar getsə qalır 5. 5-dən də 5, 25. Deməli bunu da hesabladıq. 25 plus 5 elədi 30. Bu sualda 2 dənə inteqrala ehtiyacımız oldu. Cavab 30 oldu. Amma bir çox suallarda adətən 2 dənəyə ehtiyac olmur. Bu suala baxaq. Yenə də, yəni burada yeni sual deyil. Bayaq yazdığımızdan dx bizə lazımdır. Dx nəyə bərabərdir? Mx kvadratı çıxaq mx-in kvadratı, yəni 4. Bərabər. Mx kvadratını necə hesablayacağım? Əlbəttə ki, x-in kvadratını vuracağım fx-a. 9-da 2 x dx bərabər. Sərhədlərin də yerinə yazdım 0-dan 3-ə qədər. 9-da 2 əmsal da bizə mane olmur. Çıxartdıq çölə. X və x kvadratı x kubu elədi. X kubun ibtidai funksiyası isə x üstü 4/4-dür. Sərhədlərim də 0-dan 1-ə. 1-i də yerinə yazıram. 2-ləri də ixtisar aparıram. Eləyir elə 18-də 1. Yaxşı, bunu aldıq. İndi keçdik yeni dispersiyanın xassəsinə. 3-də 1 nə etməlidir? 3-də 1 kvadratı ilə qarşıda yazılmalı. Yəni 9-da 1 olmalıdır. Mən 18-də 1-i hardan aldım? Bir dəqiqə. X, yox, bu hələ dispersiya deyil. Qoy dispersiyanı tamamlayım. Dispersiya nə etməliydim? 4 çıxmalıydım da bundan. Nədən 4 çıxmalıydım? 18-də 1-dən çıxmalıydım. Baxım görüm. Neysə, xoşuma gəlmədi yazılış. Görüm, orada səhv var. 2-də 1 almalıyam. Mən əslində burada 2-də 1 almalıyam.
X-in kvadratını fx-ə vurduq. X kubu elədi. 9-da 2 x kubu idisə x kubundan da x üstü 4 bölü 4 oldu. Bunlar ixtisar getdi. 2 qaldı. Ha, yox, sərhəd 3 idi. 3. Hə, düzəltdim. Sərhəd 3 idi. 3-dürsə sərhəddə, onda 3 üstü 4 eləyir 81. 81 bölü 18 olmalıdır. Onda ixtisar aparsam 9-a 9 bölü 2. Və dispersiyada gətirim yerinə qoyum. 9 bölü 2-dən 4 çıxmalıyam da. 4 çıxmalıyam. O da 2-də 8 eləyir. Qalır 2-də 1. Hə, indi düz oldu. 2-də 1 aldıq. 2-də 1 də nəyə vurmalıyam? 9-da 1-ə vurmalıyam. O da eləyir 18-də 1. D1-in mənası yoxdur, çünki sabitin dispersiyası sabitdir. Birini də yazım bu sualdan. Birini də yazım. 310-dan sonra yeni tip sual. Hansı yeni sual olsa o yeni sualı eləyəcəm. Yəni hamısını həll etmək istəmirəm. Dx bərabərdir. Mx kvadratı çıxaq. Mx-in kvadratı. Mx nədir? 4-də 3. Mx kvadratını tapaq. X-in kvadratını vurmalıyam fx-a. 3x kvadratı sərhədlərində düz yazım. 0-dan 1-ə dx. X kvadratını 3x kvadratına vuranda 3x üstü 4 eləyir. 3x üstü 4-ün də ibtidai funksiyası 3x üstü 5 bölü 5 olar. Sərhədlər də 0,1-dirsə 1-i yerinə qoyanda olur 5-də 3. Deməli, biz bu 5-də 3-dən çıxmalıyıq 4-də 3-ün kvadratını. Yəni 16-9. Bu misal həll etmişdim. Bunu həll etmişdim. Bu cavab yəni yadımdadır. 80-də 3. Bu var idi. Bunu həll etmişdim. 11. Baxın, nə görürsünüzsə o həll olunmalıdır. X kvadrat görürsünüzsə bu mx kvadrat deməkdir. Deməli, x-in kvadratı fx-a vurulmalıdır. 2-də 1 dx. Sərhədlərdə həmişə düz yazın 1-dən 3-ə. Yazıb bu cavabı tapandan sonra riyazi gözləmə xassələri çox yaxşıdır. Ədədə vur deyirsə ədədə vuracaqsınız. 13-də 3-ə vuracaqsınız. 1 çıx deyirsə deməli 1-də çıxmaq lazımdır cavabda. 312 eyni qayda ilə x-in kvadratı soruşulursa, burada hansı integrallar hesablanmalıdır? Onları mən sadəcə yazıram. X-in kvadratı vurulmalıdır fx-a 3x kvadrat dx və sərhədlərdə 0-dan 1-ə. Bu cavab alınandan sonra 3-də 5-ə vur deyirsə 3-də 5-ə vururuq, üstünə 2 gəl deyirsə üstünə də 2 gəlirik. Eynən burada x-in kvadratına görə integral hesablanacaq. Mx kvadratı bərabərdir. İntegralda x-in kvadratı vurulur 4-də 1-ə. dx sərhədləriniz -1-dən 3-ə. Hesaplayandan sonra sadəcə 3-də 7-ni çıxmaq lazımdır. Sabitin dispersiyası, sabitin riyazi gözləməsi sabit olduğuna görə. Burada yenə x-in kvadratına görədir. X-in kvadratına görə. Yəni yenə də mx kvadratı bərabərdir integralda. X-in kvadratı vuraq 9-da 2x dx. Sərhədlər 0-dan 3-ə. Alandan sonra nə edirik? Sadəcə üstünə 3 gələcəksiniz. Sonra eyni şeydir, baxın. Eyni şeydir, amma burada sadəcə mx istəyir. Onda eyni şey olmalı. Sadəcə fx eyni şeydir. Mx-i hesaplamaq lazımdır. Mx x vurulsun fx-dir. Burada nədirsə, burada ondan olmalıdır. 9-da 2x dx. Sərhədlərimiz isə 0-dan 3-ə. Parçamız budur. Həll edib cavab alandan sonra nə edirik? 2-də 1-ə vururuq. Həmçinin kvadrata yüksəldirik və 2-yə vururuq. Yəni nədirsə burada cavab bir dəfə 2-də 1-ə vurulacaq. Bir dəfə də kvadrata yüksəldiləndən sonra, çünki m kvadrat var burada. Kvadrata yüksəldiləndən sonra 2-yə vurulacaq və onlar bir-birindən sonra çıxmalıdır. Bu da həmən misaldır. Burada isə mx tapılır. Mx. X vuraq fx 9-da 2x dx. 0-dan 3-ə. Bu tapılandan sonra kuba yüksəldirsiniz. Bu cavabı, aldığınız cavabı kuba yüksəldib 3-ə vuracaqsınız, 24 çıxacaqsınız. Bu 8 eləyəcək. 8-in 3-ə vuranda 24, 24 çıx, 24 0 olmalıdır. Hə, 0, 8 almalısınız burada cavabı. Burada da yenə mx sadəcə mx-in özüdürsə,
mx'in özüdürsə x vurulsun fx 9x kvadratı dx. Bu hesablanmalıdır 0-dan 3-ə. Hesablanandan sonra bu 4-də 9 eləyəcək. Baxın, lap mən bunun cavabını deyim sizə. Bu 4-də 9 eləməli. 4-də 9-u 9-a 4-ə vuranda bunlar bir-biri ilə ixtisar gedir. 1 qalır, 1 çıx, 1 də 0 olur. Dahi funksiyada alacaqsınız da. Yəni bunu mən əvvəlki fənnin imtahan suallarını da izah edirdim. Burada 4-də 9 olmuşdu. 4-də 9'lar ixtisar gedəcək. Qalacaq 1, 1 plus 1, 2. Yenə eyni şeydir. Budur. Bu da həmən sualdır. Baxın. Fx funksiyanız eyni şeydir. Eyni gedişatdır. Bunu hesablamaq lazımdır. Hətta bu sual da ondandır. Bu da 4-də 9 alınır. 4-dən 4 ixtisar gedir. 9'un da üstə 3 gələndə 12 eləyəcək. Bu da eyni sıxlıq funksiyasıdır. Sonra 20-ci sual. Mən hər birisində hansı integral həll olunmalıdırsa sadəcə onu saxlayıram. Mx hesablanmalıdır burada sadəcə. X vurulsun 7x üstü 6 dx. Sərhədlər 0-dan 1-ə. Bu integral hesablanmalıdır. Hesablanandan sonra kvadrata yüksəldilib 64'ə vurulacaq və 49 oradan çıxılacaq. Burada 8'də 7 alacaqsınız. 8'də 7. 8'də 7'nin kvadratı 64'də 49. 64'lər gedəndən sonra 49 çıx 49 0 qalmalıdır cavabınızda. Burada sadəcə mx hesablanmalıdır. X vurulsun fx'dir. Fx'inizdəki 6x üstü 5'dir. dx 0-dan 1'ə. Hesaplayandan sonra 7'yə vurub üstünə 3 gəlmək lazımdır. Yenə eyni qayda ilə sadəcə mx hesablanır. Mx hesablanandan sonra kvadrata yüksəldib 36'ya vurulacaq. Daha sonra 6'ya vurulub toplanmalıdır. Burada mx hesablanır. Sadəcə mx, x vurulsun fx-lə. İntegralda yazırsınız. X vurur fx-lə. Burada da sadəcə mx hesablanır. X vuraq fx-lə. X vuraq 3x kvadratı integralınızda olmalıdır. Bu da mx'dir. X vurulsun 2x integralda olur. Bu xassəsidir. Hansı xassəsi deyil deyə soruşulur. Mənfi sonsuzluq, mənfi sonsuzluqda 0'dır. Müsbət sonsuzluqda isə 1'dir. Paylanma funksiyası. Aralıqda isə müəyyən hansı funksiya verilirsə ona bərabərdir. Bu funksiya azalan funksiya deyil. Əgər 0-dan 1'ə getmişiksə bu azalan deyil, artan funksiya olmalıdır. Və səhvlik də oradadır. AB parçasında müntəzəm paylanmış bir paylanma növüdür bu. 328'də isə bu sual 80'də 3. Bunu mən bayaqdan 2 dəfə həll eləmişəm. Sadəcə orada fiqurlu mötərizə şəklində verilmişdi. Burada isə açıq şəkildə verilib. Sıxlıq funksiyanız 3x kvadratdır. Və sizdən dispersiya soruşulur. Dispersiya dx soruşulur. Dx bərabərdir mx kvadratı çıxaq mx'in kvadratı. O da bərabərdir. Mx kvadratı hesablayanda integralda x kvadrat vuraq 3x kvadrat dx hesablanır. Sərhədləriniz 0-dan 1'ədir. Çıxılsın mx hesablayanda x-iniz vurulsun 3x kvadrat dx. Sərhədləriniz 0-dan 1'ədir. Bundan bunun kvadratı çıxılmalıdır. Bu sual bayaq fiqurlu mötərizə dediyim kimi vardı, amma bunu vermişdilər. Bu deyəsən 1 idi, ya nə idisə bu hissə var idi. Biz sadəcə bu integral hesablanmışdıq və 80'də 3 almışdıq. 80'də 48'dən 80'də 45 çıxmışdım. Həmən sualdır. Sonra 29 nömrəli suala baxaq. Biz paylanma funksiyasında p x kiçikdir 3'ü bilirik. Bu qaydanı bilirik. P x 3'dən kiçik olanda bu hissəyə düşdüyünə görə P3 F3 bərabərdir 0.8 deyə bilərəm. Onda bu axtardığımız isə bərabərdir 1 çıxılsın buna, 1 çıxılsın buna və o da 1 çıx 0.8 elədiyinə görə 0.2 deyə bilərik bu sualda. Bu da müntəzəm paylamada toplayıb yarı bölürük. AB parçasında müntəzəm paylama deyəndə toplayıb yarı bölərlər. 80'in də yarısı eləyir 40. 331 nömrəli sualda yenə sıxlıq funksiyası ilə verilmişdir. Riyazi gözləməsini istəyir. Mx bərabərdir. X vurulsun sıxlıq funksiyası. Dx sərhədləriniz də 0-dan 20'yə. Bu x kvadrat eləyir. X kvadratından nə çıxır? X kubu böl 3. 1 bölə 200. Sərhədlər də 0-dan 20'yə. 20 verəndə 20'nin kubu 20, 20, 20.
bölək 3 vuraq 200. Bu 20'lərin biri gedər, bu sıfırın da biri gedər. Yuxarıda qalar 40 bölək 3. Bu qədər. Sıfırı da sıfır eləyir də onsuz da. Və nəhayət 332 nömrəli sual da həmən sualdır. Dispersiya istəyir burada. Burada 2 dənə integral həll eləyəcəksiniz. Birində x kvadratı vurulsun, fx, dx, sərhədlər 0-dan 2-yə çıxılsın. O birisində isə x, yəni mx axtarsınız axı. 2-də 1 x, dx, sərhədlər 0-dan 1-ə. Bu integralın kvadratını çıxmaq lazımdır. Misalınızın nəticəsi budur. Riyazi gözləmə dispersiyaların cəmi riyazi gözləməsində toplayıb yarı bölürdük. Müntəzəm paylanmada toplayıb yarı bölürdük. 50 eləyir. Dispersiyasında isə fərqinin kvadratı, fərqi 60, 60-ın kvadratı bölək 12. O da eləyir 300. 300-dən də 50. 350. 334-dən sonraki suallar isə bunlar artıq üslü paylanma və normal paylanma mühazirəsinin suallarıdır. Yəni 6-cı mühazirənin sualları da artıq. Uğurlar hamınıza.